Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Dünənki proqramımızda Qur'anın Həşr surəsinin 2-ci məxsusən ayəsinə əsasən bir söhbət etdik. Öz metodikamıza uyğun olaraq cərəyanşünaslıq əsasında tarixin təkrarı dediyimiz, lakin zaman və məkanın fövqündə olduğuna görə və cərəyan məsələsi olduğuna görə əslində aləmin sahibi Həzrəti Həqqin, Allahın sünnəsinin eyni olduğu və müxtəlif zaman dilimlərində, müxtəlif intervallarla enişli yoxuşlu şəkildə hər bir səbəbin özünə uyğun nəticəsinin göründüyü barəsində danışdıq və bugünkü proseslərə müəyyən qədər tətbiq etdik və izləməmsinizsə mütləq dünənki proqramımızı izləyin. Qeyd etdik ki, bu ayə əksəriyyəti fasiq olan Yahud barəsindədir. Sadəcə söz verdik ki, bu ayənin şə'ni nüzulu, yəni emmə səbəbi qalıb. Emmə səbəbini bilmək üçün gərək tarixə baxaq. Tarixdə Bəni Nəzir və Bəni Qureyzə 2 dənə Yahud tayfası Mədinə ətrafında Zohrə adlanan bir məntəqədə yaşayırdılar. İslamın Bədir döyüşündə necə ki Quran buyurur, "Ya'rifunəhu kəma ya'rifunə əbnaəhum." Bu fasiq Yahud peyğəmbəri öz övladlarını necə insan tanıya bilər? Elə tanıyırlar. Ya'rifunəhu kəma ya'rifunə əbnaəhum. Təkcə üzdən deyil ki, bütün əxlaqi səciyyələr, əlamətlər, ictimai siyasi fikirlər görürlər, bilirlər. Və Bədir döyüşü baş verdi. Bunlar Bədir döyüşü ərəfəsi və Bədir döyüşü baş verəndə də bunlar dedilər ki, bəli, bu elə həmin bizə Tövratda, kitabda gələn, bizə xəbər verilən peyğəmbərdir. Bədir döyüşündən sonra Uhud döyüşü baş verir. Uhud döyüşündə ilkin mərhələdə İslam ordusu məğlubiyyət dadır, zəif meydana çıxır. Bunlar Uhud döyüşündə müəyyən qədər şəkkə düşürlər. Yahuddular, axı dünya parametrləri ilə baxırlar. Qayıdırlar bunlar və bunlar da peyğəmbərdən aman alanda bu Məkkə müşrikləri, Süfyani cərəyanı bunları lağa qoyurdu, o bütpərəstlər. Çünki bunlar həmişə onlarla bir olub. Lağa qoyurdular, istehza məsxərə edirdilər ki, peyğəmbərlik iddiası eləyən adama siz nə bilim təslim oldunuz falan, belə bir məsxərələr edirdilər. Bunlar Uhud döyüşündəki bu şəkdən sonra Məkkədə gedirlər, birlik yaradırlar bu bütpərəstlərlə, Süfyani cərəyanı ilə. Baxın, diqqət eləyən, cərəyanın gedişindən mən sizə danışıram. Tarix təkrar olmur. Cərəyanşünaslıqdan danışırıq biz. Batil necə iş görür və zaman sadəcə o batilin üzə çıxdığı intervallar bölümləridir, hissələridir. Hər zaman, hər dövr. Deməli, bunlar Məkkə müşrikləri ilə peyğəmbərin əleyhinə birləşirlər. Ondan sonra peyğəmbərlə döyüşə, peyğəmbər Bəni Nəzir döyüşü baş verir. Bax, bu ayə ki, dünən oxuyurdıq. Allah Teala buyurur ki, Huvəl-ləzi əxrəcəl-ləzine kəfəru min əhlil kitəbi min diyarihim ləəvvəlil həşr. Allah o kəsdir ki, bu fasiq olan Yahudu öz yerləşdikləri evlərdən çıxartdı gözlənilməz şəkildə, bir möcüzəvi şəkildə imanınıza, qüdrətinizə artıraraq mə zənəntum ən yaxrucu, onlar güman eləmirdi, fiziki parametrlərlə deyirdilər, bizim bu qədər qoruyucu. Bugünkü baxın, siyonistlər güman eləmirdi. Və zənnu ennəhum mani'atuhum husunuhum minəllahi fəətahumullahu min haythu ləm yəxtəsibu. Belə öyünürdülər, belə güman edirdilər ki, bunların hündür qalaları falan qoruyucu o vaxt deyək də vasitələri qoymayacaq bunlara. Allahın gücü çatsın, Allah ordusunu gücü çatsın. Fəətahum.
Fə yəni fasiləsiz birdən, qəfilləyərək Allah onlara öz gücünü göstərdi. Və qazəfə fi qulubihim ar-ru'b. Və onların qəlbinə vəhşət, dəhşət, qorxu atdı. Ki yuxribuna buyutahum bi aydihim, öz əlləri ilə öz evlərini xaraba qoymağa başladılar, çaşbaş qaldılar, uçurumlar artdı. Baxın bugünkü gedən proseslərə və əydil müminin, müminlərin əli ilə. Baxın bugünkü gedən proseslər. Bundan sonra bunlar gördülər vəziyyət xarabdır, həsad, fisk, fücur, bunlar aman almışdılar Peyğəmbərdən. Yenə də fürsət aldılar zaman qazanmaq üçün, getdilər Xeybərdə qalalardan ibarətdir. Xeybər ümumi qala deyir, amma qalalardan ibarət. Xeybər məntəqəsində yerləşdilər, başladılar oradan fəsad eləməyə yenə. Zaman qazanırdılar. Zaman qazanandan sonra yenə İslam hökumət əleyhinə Süfyani cərəyanı və onlara qoşulan münafiq, İslam görünən dırnaq arası bəzi səhabə cildində olanlarla birlikdə yenə İslam hökumətinə qarşı Xeybərdən fəsad törətməyə başladılar. Və bu fəsadın ən bariz nümunəsi nə oldu? Əhzab döyüşü. Qoşunlar, dünən də işarə vurduq, hamısı bir yerdə yığıldılar. Münafiq, kafir, Süfyani, Yəhudun fitnəsi ilə Xeybərdə. 10 mindən ibarət tarixdə mən bu rəqəmi görmüşəm və ola bilər çox az. Qoşunlar hamısı əl-ələ verib Mədinəyə tərəf, Peyğəmbərə tərəf gəlirdilər, Peyğəmbərin hakimiyyətinə qarşı döyüşməyə. Xülasə Səlman Farsi, o Səlman Farsi ki, mütəbər hədislərdə, bağlanan kanallarımızda da işarə vurmuşuq, bu kanalımızda da söz vermişik. Keçən İranlılar bəhsindən sonra gələcək bəhslərdə də toxunacaq, hələ davamı var. Quran ayələrinə əsasən həm Muhammed surəsində sallallahu aleyhi və səlləm və həm də Maidə surəsində və bir neçə ayələr var ki, orada, məxsusən sadaladığım 2 yerdə Allah ərəblərə ki, deyir ki, sizi adam olmasız, sizin əvəzünüzə elə bir qövm gətirəcəm ki, onlar Allahı sevir, Allah onları sevir. Allah yolunda heç nədən çəkinmirlər. Peyğəmbər əlini qoyur Səlmanın çiyninə, deyir, hədə huvə və qavmuhu. Bu qövm kimdir? Bu kişidir, Səlman Farsi, İranlı və onun törəmələri, onun qövmü, onun tayfası olacaq. Bax, bu Səlman Farsi bütün qoşunlar, münafiq, kafir, müşrik, Süfyani, Yəhudun fitnəsi ilə İslam hakimiyyətinin üzərinə gələndə Səlman Farsi, Peyğəmbər müşavirə keçirdir, məşvərət alır, Səlman Farsi deyir, xəndək qazaq. Səlman Farsinin o huşu ilə, zirəngliyi ilə, o intellekti ilə o zaman xəndək qazılır və bu xəndəyin nəticəsi də məlum olur ki, tarixdə bilirsiniz artıq, mən istəmirəm bəhsi uzatam. Əmr ibn Əbdüvət də cəhənnəmə vasıl olur Həzrət Əleyhisselamın əli ilə xəndəyi də keçənmirlər. Əbdüvədin ölümündən də sonra psixoloji qorxuya düşüb qaçırlar. İndi həmin xəndək və ya əhzab döyüşündən sonra o biri qolla da döyüş olur. Yəhudun, Bəni Qureyzə. Bayaq dedim o Mədinənin ətrafında Bəni Nəzirlə bir yerdə olan. Bəni Qureyzə, Bənil Mustələ, bu iki xırda, belə deyək də, səviyyəli nisbət, o biri döyüşlərə nisbətdə döyüşdən sonra, qısa fasilədən sonra möhlət almış, amma adam olmaq yerinə qaçıb Xeybərdən İslam hakimiyyətinə qarşı fitnə törətməyə davam eləmiş o halda ki, Allah Quranda buyurur, və əntum tə'ləmun, bilə-bilə fəsad edirsiniz siz Yahud, əksəriyyətiniz, bilə-bilə ki, Peyğəmbər bu şəxsdir, bu haqdır, əmannamə alandan sonra Xeybərdən fəsad eləyən Yahud Əhzab döyüşünü çıxardandan sonra, qısa fasilədən sonra Peyğəmbərin və İslam hakimiyyətinin Əlinin əli ilə Xeybərin fəthi baş verir. Gedişata baxın. Bugünkü gedən proseslərə baxın, cərəyan da bunlar. Yahud əman aldı, Siyonist rejim.
Tiflisə baxın hadisələrə. İndiyə qədər çox təhlil eləmişik bunları. Tufanul Əqsadan sonra vəziyyət çox xarabdır. Münafiq dırnaqarası müsəlmanların əli ilə və Süfyani cərəyanının başı, evangelizmin mərkəzi Amerika ilə. Bu fürsətdə Livan satılmış hökuməti, Türkiyə hakimiyyəti satılmış hakimiyyət, İraqda hökumətin bir hissəsi nazirlik, baş nazirliyi Fuad Hüseyn başda olmaqla iradəsiz, qərb meyilli, bunların əli ilə, məxsusən də Livanda Hizbullah atəşkəsə içəridə fəsad düşməsin deyə razı olub və bu fürsətdən, əman fürsətindən atəşkəs necə aldı? Gördü Hizbullah şumlayır, vəziyyət xarabdır, tez atəşkəsi atdı ortaya. Livan satılmış hökuməti də getdi bu işə. Süfyani Amerikanın əli ilə, münafiq hökumətlərin əli ilə, müsəlman görünənlər. Fürsət aldı. Amma əsas xüsusiyyətinə diqqət eləməyinizi istəyirəm. Bu məl onların. Sonra başladılar bu fürsətdən sui-istifadə edib yenə də bombardıman eləməyə. İndiyə qədər atəşkəs davam edir. Livanın satqın hökuməti hələ tərpənmir, qeyrətsiz bir hökumət. Artıq Nəim Qasim, Hizbullahın yeni baş katibi, bəyanatlarını verir. İş o yerə gedib çıxmalıdır ki, baxın, satqınlıq eləyir. Bunlar o vaxtda elədilər, Əhzab döyüşünə çıxartdılar, Xeybərin fəthi baş verdi. Ona görə biz deyirdik dünənki proqramda ki, baxın gedən xronoloji ardıcıllıq və tarixin təkrarı deyil bu. İlahi sünnətin necə deyərlər, cilvələridir, hər zamanda bir cür. Bugün Hizbullah gördülər, vəziyyət xarabdır, bir tərəfdən Həmas, bir tərəfdən Hizbullah, Yəmən, tez atəşkəs adı ilə Livanda işğalçılıq siyasəti, Suriya qarışdı və günahsızları vururlar yalnız. Günahsız mülkiləri. Bacarsalı əvvəl böyük başları çox terror edildilər bir ara. O da alınmadı. Kəşfiyyat fiyaskosu orada da özünü göstərdi. Yenə də buna cəhd eləyəcəklər. İndi qalıb, bax biz buna görə deyirik. Sadiq Vəd 3 çox hibridi və tərkibi və zuhur hadisələrinin müqəddiməsidir. Baxın, Xeybər baş verdi. Xeybərdən sonraki mərhələdə Məkkə fəth olundu İslamın əli ilə. İndi Xeybərin fəthi qalır Sadiq Vəd 3. Və o müqəddimə olmalıdır. O zaman Məkkə fəth olurdu. Bugün qloballaşmağa doğru gedən və qloballaşmaqda olan müqavimət cəbhəsi. Müqavimət cəbhəsinin kökü ideoloji baxımdan mərkəzi İrandır. İkinci İran olaraq Yəməndir. Amma qlobal müqavimət təkcə bu günləri ideoloji səviyyədə göstərmir. Kökü ideolojidir və açıq-aşkar görünür. Amma İran IQ səviyyəsi ilə göstərdiyi də kanalımızda, Telegram kanalımızda yerləşdirmişdik. Həmişə olduğu kimi linkini adlıq bölməsində, başlıq bölməsinin üzərində vurub abunə ola bilərsiniz. Dünyanın özünün statistikası IQ səviyyəsində 1-də Çin, 2-də İran. İran və bir sıra qərbli böyük stratejistlərin özlərinin də qəbul etdiyi kimi Çin, Rusiya, İran qütbünün mərkəzi olan İran, Tehrandan elə belə demirlər. Bunlar başlarda otururlar, baxırlar. Bizim kimi elə məhdud şəkildə məşğul olmurlar. Mənim bu işim var, bunun əlavə ayrı işim var, bunun əlavə ayrı işim var. Onların işi ancaq odur. Qlobal müqavimət deyəndə biz təkcə demirik ki, ideoloji müqavimət. Bunu formalaşdırır. Bu artıq özünü göstərir. Afrika danışacaq, sizə söz vermişik. Sudan, Somali, sonra Efiopiya tərəfdəki nüfuz. Hələ bu bölgə müqavimətinə əlavə. Latin Amerikası bir cür. Amma söhbət bilsin nədən gedir? Qlobal müqavimət deyəndə bugün hər kəsin özünə uyğun mənfəəti ilə meydana çəkir İran. Çin, İran, Rusiya qütbünün ağıl mərkəzi ona görə İrandır. Çin 1-də IQ səviyyəsində, İran 2-də
Çin bugün texnoloji və iqtisadi savaşı hələ ki Amerikaya qarşı çox uğurla həyata keçirir. Qırmızı dəli ona görə tərifələri biznesmendir, başı xarabdır onun. Yəni bu baxımdan, siyasi baxımdan onun evangelizmin kötüyü onu idarə eləməsə baş çıxmır. İndi bu qlobal müqavimət həm ideoloji, həm də siyasi və iqtisadi müstəvidə digər tərəfdən də kəşfiyyat və təhlükəsizlik müqavilələrində özünü göstərir. Bu sadaladığımız, paralel apardığımız Quran ayəsinə əsasən, cərəyanşünaslığa əsasən, haqq və batil cərəyanının xasiyyətlərinə əsasən apardığımız və bugünə tətbiq etdiyimiz bu məsələ ki, Xeybər yaxınlaşır. Çünki o vaxtda quduzlaşdılar, əhzabı çıxartdılar, Xeybər oldu. Bugün də Xeybərin pik nöqtəsi, yəni döyüşün pik nöqtəsi ki, zuhurun müqəddiməsi olmalıdır. İstər-istəməz iş ora tərəf gedir. Bütün bunların fonunda həm ideoloji, biz niyə görə deyirik Yəmən ikinci İrandır? Həm ideoloji. Yəmənin, baxın, biz Telegram kanalımızda bu gün də yerləşdirdik. Neçə müddətdir Yəmənin liderləri necə danışır? Qur'anın Yahud barəsində verdiyi vədlər əsasında onların Qur'anın Yahud barəsində verdiyi və bugün açıq-aşkar dünyaya məlum olan vəhşi xüsusiyyətləri barəsində, namərd xüsusiyyətləri barəsində onun əsasında danışır Yəmənlilər. Həm ideoloji baxımdan ikinci İslam inqilabının dünyadakı təzahürü və ikinci İran olaraq Yəməndir və qlobal müqavimətin digər qolları baxımından, strateji baxımdan, yəni həm jeopolitik, jeosiyasi, həm jeoekonomik dəniz ticarəti, belə ki, həm də əlbəttə kəşfiyyat və hərbi baxımdan. Belə ki, hər üç sahədə Amerika ilə mübarizə aparan Çin, Financial Times mənbəsi Amerikadan xəbər verir ki, Çin Yəmənə Amerikanın hərbi gəmilərini izləmək üçün müasir GPS və peyk izləyicisini Yəmənin xidmətində qoyub. Əlbəttə, bu onların xəbərləridir. Mümkündür şeytanlıq eləsinlər. Amma İranın o vaxt birinci Suriya hadisələrindəki siyasəti, Rusiyanı Suriyaya çəkmək məsələsi indi həmin Çinin özü ilə üç qütbdən biri olduğuna görə ikinci İranın yanına Çin gəlir. Həm də Çinin özünün də mənfəətinə uyğundur. Bundan əlavə, digər bir xəbərdə göstərir ki, Çin Yəmənə iqtisadi baxımdan da kömək eləyir. Necə? Yəmənin gəmilərinə tərifə qoymur. Yəni, vergi hüquqsuz qəbul eləyir. Vergi haqqı ödəmədən Yəmən gəmilərini qəbul eləyir. Demək, Yəmən, ona görə biz neçə vaxt iddia edirik ki, Yəmən ikinci İrandır. Və zuhur proseslərinə də baxsaq, əlbəttə bəziləri mən eşidirəm, ustadlardan deyirlər, Yəmən sırf bu Yəmən zuhur hadisələrində sırf buna tətbiq eləmək doğru deyil. Biz də demirik %100 Yəməni bu Yəmənlilərə tətbiq eləmək, amma görünən budur ki, bütün bu sadaladığım faktlara əsasən Yəmən zuhurun mərkəzi olmağa doğru sürətlə gedir. Yəmən ikinci İranda həm qlobal müqavimətin ideoloji baxımından, həm iqtisadi dəniz ticarətinin kəsişməsi baxımından və Çinin də Amerika ilə mübarizəsinin mərkəzi olmaq baxımından, həm də biz deyirdik Amerikanın bataqlığı və cəhənnəmi buradadır, Yəməndədir və Yəmən liderləri də görürsünüz bunu çox təkid edirlər ki, cəhənnəmi Yəməndə qərq olacaq Amerika. Və iqtisadi baxımdan əlavə hərbi və kəşfiyyat təhlükəsizliyi baxımından həm də coğrafi bayaq sadaladığım Somali, Afrikada olan Somali, Sudan və Efiopiya hadisələri və İranın oradakı nüfuzunun gedərək artması baxımından, həm də İsrailin indiyə qədər gününü qara etməsi baxımından. Bütün bu baxımlardan da Yəmən ikinci İran olaraq
Bu sadaladığım paralel olaraq tarixi faktlara əsasən bu Quran ayəsi əsasında Xeybərin fəthi məsələsində necə o vaxtki İslam hökumətinə kulminasiya və pik döyüş, Yahudilərin fitnəsi ilə baş verən pik döyüşdə, Əhzab, Xəndək döyüşündə Salman Farsi İranlılar fəal iştirak elədi və Əli əleyhissalam İranlıları bu qədər öyür və ondan sonra Əli əleyhissalamı Peyğəmbər ki göndərir, Yəmənlilər, keçən səfər danışdıq, Bənil Əhrar, İranlı tayfaların da qarışdığı və Yəməndə törəyən tayfalar məsələsi o zamandan bu günə oxşarlıq elə həmin oxşarlıqdır. Fərqi budur ki, artıq oyanış dalğası qloballaşıb. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.